Allah Resulü sallallahu aleyhi və səlləmə sual verirlər ki, ey Allahın Resulü, ən üstün əməl hansıdır? Allah Resuluna sual verirlər. Allah Resulü də belə cavab verir. Vaxtında qılınan namaz, sonra ata və anaya baxmaq, sonra da Allah yolunda cihad eləmək. Yəni biz baxıb görürük ki, bir insan vaxtında öz namazlarını qılmalıdır. Ən üstün əməl budur. Sonra ataya və anaya yaxşılıq eləmək. Yəni bir insan, bir övlad atasına və anasına yaxşılıq eləsə, demək ən gözəl əməlləri etmiş olur. Və Allah Resulü sallallahu aleyhi və səlləm valideynlərə qarşı çox diqqətli olmağı bizlərə tövsiyə eləyir və bir hədis şərifdə buyurur ki, ən böyük günahlardan biri insanın ata və anasını söyməsidir. Yəni Allah Resulü buyurur ki, bir insan öz atasını və anasını söyməsi ilə ən böyük günah etmiş olar. Bunu eşidənlər deyir ki, ya Resulallah, bir insan da öz atasını və anasını söyə bilərmi? Allah Resulü belə cavab verir. Bir insan başqasının atasını, anasını söyərsə, o da ona cavabda onun atasını, anasını söyəcək. Yəni sən kiminsə valideynini söyəcəksənsə, o da sənin valideynini söyəcək.